Ülviya Guliyeva, the most resilient journalist. 9 aydır həbsdə olan jurnalist Ülviyə Quliyeva beynəlxalq mətbuat azadlığı mükafatına layiq görülüb. Free Press Unlimited təşkilatının təqdim etdiyi mükafatın nəticələri fevralın 3-də Niderlandın Haqa şəhərində açıqlanıb. Ülviyə Quliyeva ən əzmkar jurnalist kateqoriyası üzrə qalib elan edilib. Mükafatı Quliyevanın adından həmkarı Cavid Ağa alıb. O, mərasimdə Ülviyə Quliyevanın həbsdən yazdığı məktubu oxuyub. Həqiqətin manipulyasiya edildiyi, təhrif edildiyi və pulla satıldığı bir dünyada hətta dəmir barmaqlıqlar arxasından belə həqiqət üçün mübarizəyə davam edirik. Ülviyə məktubunda belə qeyd edib. Ülviyə həbsdən də olsa müsahibələrinə davam edir, digər siyasi məhbuslardan müsahibələr alır və hətta məhbəsdən xaricdə olan, bizim kimi azadlıqda olan adamlardan müsahibələr alır. Azadlıqda olanda eləyə bilmədiyimiz şeyləri o həbsdə eləməyə davam edir və sırf buna görə Ülviyə mükafata layiqdir. Amerikanın Səsi, digər yerli və beynəlxalq medialarla əməkdaşlıq edən Ülviyə Quliyeva Meydan TV işi üzrə ötən il mayın 7-sində həbs edilib.